23 yaşım var idi. Başımı pişirdin, dedin ki evlənəcəyik. Mən də cavan, qəşəng, saf, qurulmuşdum sənə. Elə bildim ki, evlənəcəyik, ailəmiz olacaq, evimiz olacaq, uşaqlarımız olacaq. Dünyanı gəzəcəyik. Amma sonra nənəm rəhmətə getdi. Nənəm. Ona görə də bir il, hər il nişan, hamısı qaldı. Amma sonra əmin rəhmətə getdi, sonra da hamınız sapa-sağlam qabağımda oturmuşsunuz. Amma 7 il ərzində mənim valideynlərim doğrudan rəhmətə getdi. Allah bilir 7 il ərzində sən mənimlə nağıllar danışmışsın. Mən axı səni sevirdim. Sənin yanında qalmaq istəyirdim. Ürəyin içindəki mən olmaq istəyirdim. Tut, denən ki, Ayşən, məndən evlənərsən.